Salam xanımlar, hər birinizi yeni vloqdan salamlayıram. Necəsiz? Burada yenə Trendyol sifarişi gözəl və mən, yəni köməkçim də mənə kömək eləyir. Həmişə Trendyoldan nə sifariş eləsəm gözəl onu gəlir mənim üçün açır, xoşu gəlir açmaqdan. Həm də deyir ki, sən də çək, mən açım, sən də çək. Burada qızlar palto sifariş eləmişdim. Bilmirəm demişəmsə öncəki vloqlarda Trendyoldan belə bir palto sifariş eləmişdim. Düzdür, qara paltolar biraz tük yığır. Hal-hazırda da bunun necə deyim, tükünü təmizləməklə məşğulam, amma yenə də çox gözəl idi, dəyər. Qiymətini desəm şok olacaqsınız, ona görə də bilmirəm deyim, deməyim, yenə də deyirəm. İstəsəz link də verə bilərəm. Bu paltonun öz qiyməti endirimlə 17 manat idi və üzərinə 4 manat kargo pulu gəlməklə mənə 21 manata başa gəldi. Həqiqətən mən də görəndə şok olmuşdum, amma həm də gözləmirdim ki, bu qədər keyfiyyətli gələr. Fikirləşdim ki, 21 manata gəlirsə yəqin ki, çox keyfiyyətli olmaz, amma gördüyünüz kimi yenə də çox gözəl oldu. Hal-hazırda bilmirəm, bir həftə, 2 həftə olar bunun gəldiyi, bu paltonun və mən onu hər yerə geyinirəm. Əsasən də ən çox hər gün gündəlik, məsələn, sportivnin üstündən geyinirəm və gözəl hazırlığa aparıb gətirirəm. Çox əlverişlidir, çox gözəldir, istidə saxlayır. Yəni mən belə gözləmirdim, düzünü desəm. Və burada qızlar, bu əslində rayon bloqudur. Çünki rayona gedirdik, Qubaya. Biz Qubalıyıq. Demək, mən özüm Qubadanam. Anam, atam Qubalıdır və gedirdik Qubaya. Niyə görə? Çünki keçən vloqda göstərmişdim sizə, amma özünə televizor almışdı. Yəni kənd üçün, rayon üçün. Atam rayonda yaşayır. Ona görə televizorumuz xarab olmuşdu artıq. Çoxdan idi. Yəni köhnə televizorlardan idi. Ona görə anam televizor almışdı və gedirik onu yerləşdirməyə. Burada da sizin üçün onu vlog halında çəkmişəm. Bu da xalam oğlunun maşını idi. Xalam oğlunun maşını ilə getmişik. Sonra oradan yoldaşımı götürürük və gedirik rayona. Ödənişli yolla gedirik, təzə yolla. Çünki anam neçə dəfə tənbihləyir ki, aman da televizoruma bir şey olmasın. Ona görə də niyə yoldaşımın maşını ilə getmirik? Çünki televizor yoldaşımın maşınına yerləşmir. Ona görə də belə biz də yığışırıq bir yerdə, deyib gülüb bir yolculuq keçir. Həqiqətən çox əyləncəli idi, çox əyləndik. Burada isə artıq Qubaya çatırıq və Hiperstore marketə giririk ki, televizoru divara bərk etmək üçün o lazım olan əşyanı alaq, yəni ləvazimatı alaq deyim. Burada da gözəl əylənir, özü üçün maşanı götürüb, nə bilim, öz də maşaya maşa deyir. Çox güldürür bizi, nə bilim, çörək qızardır. Çox sevinir rayona gələndə, həqiqətən qaçır, tullanır, nə bilim, çox əylənir, çox xoşlayır. Burada isə əmim və yoldaşım artıq başlayıblar televizoru quraşdırmağa, iş görürlər. Mən də ortalığı belə çəkirəm. Qızım hər dəfə rayona gələndə nənəsindən quymaq istəyir, çox sevir. Səhərlər burada sadəcə rayonda yeməyi xoşlayır. Evdə mənə hazırlatmır, sağ olsun. Amma bura gəldi, hər dəfə nənəsindən quymaq istəyir. Səhərlər belə üzərinə pesok tökür və yeyir. Burada da onu çəkirəm. Çok arkası bakın beyler.
Rayonda da belə yağışlı hava idi. Ona görə gəzməli hava olmadığına görə belə pəncərədən ümumi görüntüləri sizlər üçün çəkdim, mənzərəni filan, necə göründüyünü, həyətimizi. Və bu da demək evimizin içərisidir. Necə deyirlər, dəyişilməli çox şey var, amma mən bu halını çox bəyənirəm. Çox şirindir məncə. Çünki indiki o rayon evlərinə, kənd evlərinə gedəndə əvvəlki o istilik, o necə deyirlər, şirinlik qalmayıb. Hamı remontludur və məncə belə daha şirindir. Çünki uzun müddətdir artıq biz də təzə remont eləməmişik. Əslində eləmək istəyirik. Sadəcə mənə bu halı daha şirindir. Burada da qızım, nənəsi və babası Tom Jerry qoymuşdular gözəl üçün və belə baxırdılar. Onları çəkdim. Bu dəfə rayona gələndə həqiqətən hava çox soyuq idi və çox üşüdüm. Bir də fikirləşirəm ki, yəqin ki mart ayında və ya havalar isinəndən sonra artıq rayona gələrəm. Çünki soyuq havalarda, qışda məncə rayon çox soyuq olur və mən də üşüməkdən heç xoşum gəlmir. Çox üşüyən birisi olaraq. Burada isə artıq sabahsı gündür, yəni çox şey baş verib. Bu vaxta kimi axşam çıxırıq yola, axşam tərəfi və hər birini çəkə bilmirəm. Qızlar, bu videolar hardasa 1-2 həftə əvvəlindir, çünki sizi aldatmaq da istəmirəm. Yəni yeni vlogdur deyə, yəni bu günlərdə çəkməmişəm. Sadəcə belə maraqlı nələrsə olanda çəkməyə çalışıram. Burada da demək mağazinə getmişdik. Gözəlin papaq şərfi yox idi. Ona görə belə bunları dəstləşdirib aldım. Yəni bunlar ayrı-ayrı idi. Hərəsi 7 manat idi və ayrı-ayrı qoymuşdular. Mən də bunları dəstləşdirdim və gözələ aldım. Çox qəşəng idi. Forte dükanından aldıq elə. Mən o dükanı, mağazanı çox bəyənirəm. Geyimlərini filan uşaqlar üçün də. Bunu isə Zəhra Baby'dən aldıq. Çaşdım. Demək, bunu almışdıq qızlar. Sadəcə bu biraz qısa oldu gözələ. Yenidən qayıtdıq və bunu dəyişdik. Çünki mən artıq qızım böyüyüb deyə bilmirəm, nədir, boyu uzanıb, bəlkə də tuta bilmirəm artıq şalvarını. Əvvəl məsəl üçün alırdım, əyninə də tam otururdu, amma bu dəfə nəsə qısa oldu. Təzədən qayıdırıq yenidən və bunu dəyişirik. O biri şalvarını isə çəkməmişəm burada. Çalışaram əynində çəkib paylaşım. Şalvar da belə içi mexli şalvar idi. Keçən ildə bundan almışdım. Çalışıram bir də qalın alam ki, gözəl də mənim kimi çox üşüyəndir. Ona görə yaxşı olur, bu şalvarlar isti saxlayır. Sonra gəlirik əsas məsələyə. Bacım qızının bildiyiniz kimi Alinanın ad günü idi. Gedirik onu təbrik eləməyə. Maması qəşəng belə bir süfrə hazırlamışdı. Bəzəmişdi, düzəlmişdi. Çox qəşəng görünürdü hər şey və dadlı yeməklər bişirmişdilər. Burada da Alina ilə gözəl oynayır. Alina'nın artıq 1 yaşı oldu və gəzməyə başlayıb, tutaraq gəzir. Bəzən belə əlində buraxıb gəzir və indi nəhayət ki, gözəllə daha çox anlaşmağa başlayıblar. Çünki əvvəl sadəcə körpə idi. Ona görə gözəl onu oynatmaq istəyirdi. Oynamırdı deyə də biraz əsəbləşirdi. Və indi onunla oynayır, gülür, qaçır, nə bilim, belə maraqlı olur. Və burada da bacımın süfrəsini çəkmişəm. Hər şey çox dadlı idi. Yəni çox gözəl yeməklər var idi. Bacı Sezar salatı, börəklər, çörəklər, nə bilim, hazırlamışdı. Çox dadlı idi hər şey. Göz haqqınızı da halal edin. Alina da 100 yaşasın. Bütün balalar kimi ona da sağlam, uzun, xoşbəxt ömür arzulayıram. Bütün balalar sağlam böyüsün. Əsas odur. Burada da babaları ilə, yəni atamla oyun oynayırdılar. Atam da bir gün əvvəldən gəlmişdi və belə qızımızı təbrik elədik. Bu da onun gözəl tortudur. Çox şirin görünürdü. Artıq ad günü bitdi və bilin görüm nə oldu. Gözəl Alina gildə Alinaya
Alina'nın bir böyük kuklası var idi. Onu gördü və onu çox bəyəndi, çox oynadı. Hətta bir dənə kreslo da var idi. Düzdür, onu mən çoxdan gözələ demişdim ki, sənə alım, istəmirdi. Və bu kuklanı çox bəyəndi. Biz də axtardıq, araşdırdıq ki, bunu hardan tapa bilərik. Alina'nın bibisi onu Metroparkdan almışdı. Biz də gəldik belə Xırdalanda Super Toys-a, dedik bəlkə burada olar. Həqiqətən də var idi və neçə cürəsi var idi. Hətta ambardan deyim, belə təzələri gəlmişdi, yeniləri. Onları da çıxartdılar və biz aralarından birini seçdik və gözəl hazırlıqdaydı. Biz də yoldaşımla belə çıxmışdıq. Demək ona hədiyyəsini almağa, həm də bunu fikirləşirdim yeni il hədiyyəsi eləyim, amma dözmədi. Qızlar bu kuklanı 65 manata aldıq. Yoldaşım da burada, yoldaşıma da məşq sumkası almışdım, onu göstər. Gözəl də götürüb gəlirik evə. Çox sevinir həddindən artıq. Özündən bilinməsə də həqiqətən çox sevindi. Yəni 2 gün demək olar 3 gün dayanmadan oynadı. Hələ də oynayır. Sadəcə əvvəl lap əlindən buraxmırdı. İndi isə ara bir qoyur, yatızdırır, nə bilim, çox maraqlı oldu. Həqiqətən gözəlin bir kukla ilə bu qədər oynadığını görməmişdim. İndi kuklanın funksiyalarını da göstərəcəm sizə, nələr bilir. Danışır, adı Belladır. Yəni bircə pasportu çatmırdı kuklanın. Yəni ayaqqabısı, geyimi filan hər şeyi ilə çox gözəl idi. Yəni yuxarı belə atırdın, gülür. Məsəl üçün vurursan, ağlayır. Nə bilim, çox maraqlı idi, qeyri-adi bir kukladır. Qızlar, vloqları vaxtında paylaşmadığımı bilirəm. Buna görə də üzürlü sayın məni. Çünki səsləndirmə, editləmə prosesi mənə biraz çətin gəlir. Çətin deməyim də, yəni çox tənbəllik eləyirəm bu mövzuda. Ona görə də, amma bunu vloqları 3-4 gündən bir paylaşmalı olduğumu bilirəm. Paylaşan insanlara heyranlıqla baxıram. Bir çox xanımlar var ki, mən izləyirəm. Hətta bəzilərinin körpə uşaqları da var. Buna rəğmən, yəni bunu bacarırlar. Halaldır deyirəm həqiqətən. Bunlardan biri də mənim bacımdır. Hər dəfə bacı ilə bir araya gələndə ona sual verirəm ki, yəni necə bacarırsan bir uşaqla, yəni körpə bir uşaqla bunu eləməyi necə bacarırsan? Qızımın artıq 5 yaşı var, hazırlığa gedir, boş vaxtım olur. Hər gün 2 saat boş vaxtım olur həftə içi, amma mən yəni çox tənbəllik eləyirəm. Necə deyirlər, editləmək, vloqları hazırlamaq mövzusunda. Düzdür, danışaraq çəksəm daha asan olar deyə düşünürəm, amma bunu da çox vaxt alındıra bilmirəm. Yəni üzürlü sayın. Sevin bu şampunu ilə 5 manat 74 qəpiyə düşmüşdü indirimlə. 400 millidir. Bunu aldım. Sonra üz kremim bitmişdi. Bunu aldım yoxlamaq üçün. Hələ bilmirəm necə çıxacaq. Çünki bunun BB kremini istifadə edirdim, yadınızdadırsa. Bunu da aldım ki, yoxlayım, görək necədir. Baxın, fikirlərimi deyərəm sizə. Çünki BB kremini çox bəyənirəm. Fikirləşdim ki, üz kremi də yaxşı olar. Yəqin 50 millidir. 4 manat neçə qəpik səhv eləmirəmsə belə bir şey idi. Sonra bulgur aldım. Bu xırda vermişi gözəl çox sevir. Tez-tez bişirirəm. Belə qulaq çöp aldım. Evə lazım olan. O da xrepçilər aldım 2 dənə. Sonra belə bulgur aldım. Bulgur da yeyilir bizdə. Ümumiyyətlə mən belə məsələn verməşildir, sonra bulgurdur, qreçkadır, qreçka da almışam. 2 dənəsi 3.55-ə düşmüşdü Ankaranın. Belə almışam, alıram. Məsələn yanında ətlə nəsə qulyaş kimi belə bir şeylər eləyirəm. Sevilir. Yəni bu da makarondur. Gözələ də belə təbii ki kinder aldım. 1 manat 90 qəpiyə. Belə bu da mənim alış-verişim. Çox yoruldum. Birazdan da gözəlin dalıyca gedəcəm hazırlıqdan gətirməyə. Mən həmişə makarondu vermişir, nə bilim, mərci belə şeyləri bura yığıram. Amma tez-tez istifadə eləyirəm deyə belə rahat olur mənə. Qazın üstünə yığıram belə. Bu
vloqdan götürüb istifadə edirəm. Bu kremi də burada yoxlayıram. Demək, məncə yay üçün yaxşı bir kremdir, yüngüldür, yağlandırmır üzü, amma qış üçün yetərli deyil deyə fikirləşirəm. Çünki qışda adamın üzü, dərisi çox quruyur. Ona görə biraz necə deyirlər, quru qalır dərim. Ona görə bunu çox, yəni yayda istifadə etməyi düşünürəm. Yayda ala bilərəm yəni bu kremdən, amma daha biraz nəmləndirici bir krem alam gərək. Əvvəllər bu Nivea'nın bu kremini istifadə edirdim həssas dərilər üçün. O da pis deyil, yaxşıdır. Amma bunu çox bəyənmədim. Burada da mamanın ad gününə bir kofta almışdım. Onu göstərməyə çalışıram. Əslində paketləmişəm deyə aça bilmirəm. Görmək istəyənlər, koftanı görmək istəyənlər, yəni bacının vloquna baxa bilər. Bacı vloq paylaşıb. Bilməyənlər üçün Fira vloq. Demək, izləyə bilərsiniz. Bacını da izləməyə alarsınız. Düzdür, mənim abunə sayım biraz azdır, amma yenə də deyirəm, bəlkə daimi izləyicilər varsa, bacını da izləməyə ala bilər. Çox vaxt bacının kanalından mənim kanalıma izləyicilər gəlir və yazırlar ki, bilmirdik, bacınız da vloq işlədir, vloqlar çəkir. Belə, burada da gözəl üçün belə bir rezinlər almışdım. 1 manat 30 qəpiyə belə. Sonra mamaya bir dənə də ətir almışdım. Onu da bacı öz kanalında paylaşıb. Mən dediyim kimi çox çatdıra bilmirəm, yəni belə çəkməyi. Düzün desəm məndə alınmır, yəni hər dəqiqə yadıma düşmür, telefonu götürüm vlog üçün nəsə çəkim. Hər dəfə də o maraqlı anları qaçırıram deyəndə, yəni özüm yaşamağı daha üstün tuturam deyim. Həm də yadıma düşmür ki, telefonu götürüm nələrsə çəkə bilərəm də, yəni bu maraqlı bir anda bunu çəkim. Belə. Amma belə gündəlik, yəni nələr elədiyimizi çəkirəm. Burada isə gözəlin dalıyca gedirəm hazırlıqdan götürməyə və qızımı götürürəm, qayıdıram evə. Çünki hava çox soyuqdur. Soyuqda gəzmək, həm də soyuq olsa da, yəni açıq hava olsa, hə, gəzməyə dəyər. Amma belə tutqun havada gəzməyi heç sevmirəm. Mən də o havayla kefi pozulanlardan, yəni nə vaxtsa hava pis olanda mənim də kefim olmur gəzməyə, xüsusən belə tutqun havada. Artıq vloqun sonuna gəldik. Burada da qızımı yemək yeyən yerdə çəkmişəm. Ən sevdiyi yeməklərdən biri kartof qızartması, yanında turşu xiyar və ayran. Qızlar, burada isə sizdən bir xahişim var. Xahiş edirəm, kanalıma abunə olun. Abunə olmayanlar bəyənin videolarımı ki, biraz heç olmasa kanalımın necə deyirlər göstəricisi qalxsın. Çox aşağı düşüb. Sizdən çox xahiş edirəm. Çox sağ olun ki, izlədiniz.